Dostlar, mən yəni ki, bu efirimi bir şeydən başlamaq istəyirəm. Artıq saatlarımız 12-nin yarısı o göstərsə də mən bunu etməliyəm. Çünki bugün mənim gözəl ən sevimli müəllimlərimdən biri, demək olar ki, ən sevimli müəllimdən biri Zümrüd xanımın ad günüdür və o mənə makroiqtisadiyyatın analizinin dərsini keçir və çox gözəl bir müəllimdir. Çox gözəl onun leksiyalarında və seminarlarında iştirak edirəm və çox sevirəm o müəlliməni. Doğrudan da çox qəlbi açıq, çox gözəl, çox təmiz bir ürəkli bir müəllimdir və mən onu buradan təbrik edirəm, ürəkdən təbrik edirəm. Bilirəm ki, indi o məni izləyir və oturub düşünür ki, gör, yəni ki, məni gör nə gözəl efirdə təbrik edirlər və mən Zümrüd xanıma, yəni ki, böyük, yəni necə deyərlər, can sağlığı, həmişə işlərində avand olsun, həmişə Allah onu və onun yanındakı olan insanları qorusun və həmişə, yəni ki, həmişə yəni ki, bütün uğurları davam olsun, həmişə sevinsin və mən onu belə təbrik edərək və onun üçün, yəni ki, necə də ürəyim doludur və mən hər şeyi, yəni ki, onu arzulayıram. Ən gözəli isə budur ki, həmişə sevinsin və sevimli olsun. Gəlin isə onun üçün ən sevimli mahnısını dinləyək. Bu Westlife və Diana Ross ifasında gözəl bir mahnıdır. Спасибо.